Birinci sıraya baxaq. 8-i 3'ə vurduq, oldu 24. 24-ü 2-yə böldük, elədi 12. 12-ni 3-ə vurduq, elədi 36. 36-nı 2-yə böldük, elədi 18. Deməli, qanuna uyğunluq necədir? 3-ə vururuq, 2-yə bölürük. İndi 6-nı 3-ə vuracaq, eləyəcək 18. Deməli, sual işarəsinin yerinə yazılmalıdır 18. Daha sonra 18-i 2-yə böləndə elədi 9. Həqiqətən də sonra 9 yazılıb. Deməli, sual işarəsinin yerinə neçə yazılmalıdır? 18. Cavabımız oldu B variantında. Birinci sətirdə birinci ədədin ikinci rəqəmi ilə ikinci ədədin birinci rəqəmini yan yana qoyanda 11 eləyir. Birinci ədədin ikinci rəqəmi ilə ikincinin birincisini yan yana qoyanda 71 eləyir. Birincinin ikincisi ilə ikincinin birincisini yan yana qoyanda 32 eləyir. İndi birincinin ikinci rəqəmi 2, ikincinin birinci rəqəmi 3, yan yana qoyanda oldu 23. D variantı doğru cavabdır. Bıçaqla kəsirlər. Qələmlə nə edirlər? Əlbəttə ki, yazırlar. Yazmaq. D variantı doğru cavabdır. Həkim sizə 3 ədəd dərman verir və bunu 2 yerə bölərək 2 saatdan bir istifadə etmənizi söyləyir. Neçə saatdan sonra sonuncu para dərmanı atıb bitirərsiniz. 3 dərman hərəsini də 2 hissəyə bölürük. Cəmi əlimizdə neçə dərman olur? 6 para dərman olur. Birincini içdik. 2 saatdan sonra ikincini içməliyik. 2 saatdan sonra üçüncünü içməliyik. 2 saatdan sonra dördüncünü, 2 saatdan sonra beşincini və son olaraq 2 saatdan sonra altıncını. 6 ilə bitir, düzdür? 6 para dərmanımız var idi. Neçə saat keçdi birincinin üstündən? 2, 4, 6, 8, 10. 10 saat. B variantı doğru cavabdır. Birinci sətirdə bizə deyilir ki, 3 dənə A-nın yerinə 2 dənə B yazmaq olar. İkinci sətirdə deməli, bu 3 A-nın yerinə 2 dənə B yaza bilərik, düzdür? Necə olacaq? 3 A-nın yerində oldu 2 dənə B, sonra da öz 2 dənə B-si var. Cəmi olacaq 4 dənə B. A variantı doğru cavabdır. Dostlar, diqqətlə baxsaq görərik ki, birinci cərgədə birinci və ikinci fiqurların ortaqları, yəni bu ikisi, üçüncü fiqurda göstərilib. İkinci cərgədə birinci və ikinci fiqurun ortağı sadəcə budur. Yenə üçüncü fiqurda ortaq hissə göstərilib. Üçüncü cərgəyə baxaq. Birinci və ikinci fiqurda ortaq hansısa bir kvadrat görürsünüz dostlar. Xeyr, düzdür. Birincidə sol yuxarıdadır, ikincidə sol aşağıda və sağ yuxarıda. Yəni ortaq heç bir nöqtələri yoxdur. Deməli, cavab olaraq heç bir ortaq olmayanı götürəcəyik. D variantı oldu bizim cavabımız. 5-in üzərinə 7 gəlmişik, 12 eləyib. 12-in üzərinə 7 gəlmişik, 19. 19 ilə 7-in cəmi 26. 26 ilə 7-in cəmi neçə olacaq? 33. 33 ilə 7-in cəmi neçə olacaq? 40. 40-ın üzərinə 7, 47. 47-in üzərinə 7, 54. Bizə 2 sual işarəsinin yerinə yazılacaq olan ədədlər lazım idi. Oldu 33 və 40. B variantı doğru cavabdır. Atam ilə anamın 5 il əvvəlki yaşları fərqi 9-dur. Atam ilə anamın bu ilki yaşları fərqi neçə olar? Dostlar, neçənci ildə olmağımızdan asılı olmayaraq, iki nəfərin arasındakı yaş fərqi həmişə eyni qalır. Yəni, illər artsa da, azalsa da yaş fərqi dəyişmir. Deməli, 5 il əvvəl yaş fərqi 9 idsə, indi də 9 olacaq. Gəlin bir nümunə ilə də yoxlayaq. Məsələn, deyək ki, 5 il əvvəl atamın var idi 50 yaşı, anamın yaşı ondan 9 az olmalıdırsa, anamınki oldu 41. Bu 5 il əvvəl idi. Əvvəl. İndi neçə olacaq? İndi 500 keçibdir üstündən. İndi atamın yaşı olacaq 55, anamın yaşı olacaq 41-in üzərində 5 gəldi 46. Gördünüz, yaş fərqi dəyişmədi. Yenə 9 yaş fərqi oldu. Biz də tapmışdıq ki, yaş fərqi dəyişmir. D variantı doğru cavabdır. Təkliklər mərtəbəsində 5 olan ən kiçik 3 rəqəmli ədədin rəqəmlərinin cəmi neçədir? Gəlin düşünək, 3 rəqəmli ədəd deyək. Təkliklər mərtəbəsi 5-dir. Baxaq, bu ədədin ən kiçik ola bilməsi üçün yüzlüklər mərtəbəsinə ən kiçik ədədi yazmalıyıq. Neçə yaza bilərik? 0 yaza bilmərik, düzdür? Çünki 0-dan bir ədəd başlamaz. 1 yaza bilərik. 1-dən başqa nə yazsaq, hamısı daha böyük olacaq. Yəni, ən kiçik rəqəm kimi 1 yaza bilərik. Sonra növbəti onluqlar mərtəbəsinə baxaq. Onluqlar mərtəbəsinə 0 yaza bilərikmi, dostlar? Bəli, yaza bilərik. 105 yaza bilərik asan bir şəkildə. İndi biz artıq ən kiçik 3 rəqəmli ədəd tapdıq. İndi şərtdə soruşur ki, rəqəmlərinin cəmi neçədir? 1, üstəgəl 0, üstəgəl 5, elədi 6. B variantı doğru cavabdır.
Samir kağıza yazılmış hər hansı bir rəqəmin sonuna elə bir rəqəm əlavə edir ki, əvvəlki rəqəm 19 vahid artır. Samir hansı rəqəm əlavə edib? Əvvəlki rəqəm bilmirik neçədir. Onun yanına bir rəqəm əlavə eləmiş oluruq və beləliklə əvvəlki rəqəm 19 vahid artır. Gəlin bir hər hansı bir rəqəm götürək. Məsələn, deyək ki, əvvəlki rəqəmimiz 5 idi. Onun yanına bir dənə rəqəm əlavə elədik. Cavabımız nə olacaq toplayanda? Əvvəlki rəqəm üstəgəl 19 olmalıdır, düzdür? 24. Sizcə 24 5-in yanına yazılan hər hansı bir rəqəmə bərabər ola bilər? Əlbəttə ki, yox. Çünki 24 bərabər olmalıdır qabağında 2 yazılan bir rəqəmə. Aha, bizə aydın oldu nə? Bu aydın oldu ki, 5 çox böyükdür. Nə ola bilər? Birinci rəqəmimiz 2 olmalıdır ki, 2-nin yanına nəsə yazanda 19 vahid artıra bilək biz cavabı. Düşünək, əvvəlki rəqəmimiz 2-dir, 2 üstəgəl 19. 2 ilə 19-un cəmi elədik 21. X deməli neçəymiş? 1 imiş. Şərtdə də bizdən soruşur ki, hansı rəqəmi əlavə etdi? Əlavə etdiyi rəqəm oldu 1. B variantı doğru cavabdır.